Rəhman və Rəhim Allahın adı ilə. Gərəksizdən xeyir işə dəvət edən, yaxşı işə buyuran və pisliklərdən çəkindirən bir dəstə olsun. Kimlərinsə həvəslə gözlədiyi, kimlər üçünsə əlavə qayğı yükü yaradan Sevgililər Günü haqqında danışmaq istəyirəm. Dünyanın əksər ölkələrində qeyd edilən bu gün Romada Keşiş Valentinin edamı ilə bağlı təsis edilib və uzun illər məhz onu xatırlamaq məqsədi daşıyıb. Yəni, sevgi ilə, sevənlər ilə, sevgililərlə heç bir əlaqəsi olmayıb. Valentinin adı ilə bağlı çoxlu əfsanələr var. Onlardan ən populyar olanı imperatorun əmrini pozaraq Roma imperiyasının hərbiçilərinin nigahını kəsməsidir. İmperator bu əmri, yəni hərbiçilərin evlənməsinə qadağa əmrini, hərbiçilərin öz diqqətlərini ailə qayğılarına yox, yalnız hərb işinə yönəltmələri üçün zəruri hesab etdiyinə görə vermişdi. Keşiş Valentinin qadağanı pozaraq hərbiçilərin evlənməsinə yardımcı olduğundan xəbər tutan imperator, onun həbs edilməsini, daha sonra isə edam edilməsini əmr edir. Bu hadisəni yad etmək üçün təsis edilən günü, 14 fevralı, sonradan romantik don geyindirib Sevgililər Gününə çeviriblər. Məqsədim nə bu günün, bayramın tarixinə diqqət çəkmək, nə də bir çox insanlar kimi sevgi təkcə bir gün yox, həmişə olmalıdır şüarı ilə çıxış etmək deyil. Başqalarını kör-körənə təqlid etmək, mahiyyətinə varmadan kimləri isə yamsılamaqdan başqa bir şey olmayan, şablon təbrik, gül bağışlamaq kimi adətlərdən ibarət olan bu gündə yeni il kimi bizə sırınmış ənənədir. Elə yeni il kimi də bu bayramda kommersiya alətinə çevrilib. Minlərlə açıqcalar, suvenirlər, hələ gül bazarı, hələ böyük sevginin simvolu hesab edilən, əslində sevginin yox, pulun təzahürü olan, buketdən çox həyət süpürgəsinə bənzəyən 101 qızıl gül. Diqqət etsək, bayramları yaşadan, ənənəyə çevirən də elə kommersiya maraqlarıdır. Bu bayramları qeyd edən, necə deyərlər, ənənəyə sadiq qalanlar isə bu maraqların qurbanı. Deyilənə görə qoyun sürüsündən bir qoyun qarşıdan gələn qatarın altına girir. Onun ardınca o biri qoyunlar da bir-bir qatarın altına girirlər. Beləcə qatar bir sürü qoyunu biçib keçir. Bu hal qoyun üçün gözlənilən bir növ təbii sayıla bilər. Amma belə halların insanlarda müşahidə edilməsi acınacaqlıdır. Kobud səslənsə də elə qoyunluqdur. Ağına bozuna baxmadan, mənasını düşünmədən təlqin edənləri qəbul edib yaşamağa başqa nə ad vermək olar? İnsanın sevdiyi kəsə öz sevgisini izhar etmək, ona sevinc bəxş etmək üçün kimlərinsə düzüb qoşduğu, hətta tarixi bayrama yox, xoşa gəlməyən əhvalata söykənən gündən başqa bir gün yoxdurmu? Yaxşı olmazmı ki, insan günlərin birində sevgilisinə, nişanlısına, həyat yoldaşına qəfildən gül bağışlasın? Axı, ən yaxşı hədiyyə elə gözlənilmədən ediləndir. Bu cür günlər, bayramlar isə məqsədyönlü şəkildə sirayət edilir, el dilində desək, baş qatmaq üçün çeynəməyə saqqız verilir. Yeni il mövzusundakı sualları burada da təkrar edirəm. Nə vaxta qədər bizə təlqin edilənlərin girdabında yaşayacağıq? Bizə sırınan bayramlara, günlərə başqa gözlə baxmağın vaxtı çatmayıbmı? Özümüz olmağın vaxtı çatmayıbmı? Nə vaxta qədər həqiqi xoşbəxtliyin, həqiqi səadətin ünvanını tapmaq əvəzinə süni təsis edilmiş günlərlə, bayramlarla başımızı qatıb qəflətdə yaşayacağıq? Məncə, bu haqda düşünməyə dəyər. Bu yolda sənə uğurlar diləyirəm. Həqiqətən bunda düşünən bir qövm üçün ibrətlər vardır.